çiçək kimi Defender getmişəm. Deyir ki, satıb Jetor alacam. Qardaşım, istəyəcək də Jetoru. Düz deyək, Defender başqadır. Amma bilsən məsələ nədir? Bax, qardaşım, bir dənə Jetor, 2 dənə də Destroyer. Destroyerlər alır, verir bizdə taksiyə, 2000-i aylıq qatlayır, qoyur cibinə. Xərcləyir də öz Jetorun nə benzin xərci var, nə bir şey. Gəl bir dənə bunun arxasına bax sən. Qardaşım, bildim oxşuyur Jetora. Bunun da adı Defender daxı. Qəşəkdir, prosto nə bilim qardaşım. Məsələ bilsən nədir? Pul qazanmaq istəyirsənsə, bunu eləməlisən də. İndi sən get Defender-ı gətir. İcazə ver, mən də Çin maşınlarımı işləyim, yaxşı? La bax. Sat bunu, sat Jetor. Sat da var. Yaxşı, indi neçə versən bunu? Valla bazar qiymətindən aşağı veriləcəyi 100%-dir. Zəng elin, qiyməti sizə deyəcəyik. Onu da sizə deyim ki, həmçinin belə avtomobillərin sifarişini Garaj 44 olaraq reallaşdırırıq. Əgər siz də belə avtomobil istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Beləliklə... Çin. Hayda, yenə başladı.